Əməkdar artist Mehriban Xanlarova qızı Aysel Xanlarovanı bağışlamayıb. İki Sahil xəbər verir ki, bu barədə Aysel Günə Uğurla da danışıb. O bildirib ki, anası onunla efirdə barışsa da sonra barışmadığını deyib. Barışmadı. Efirdən sonra dedi ki, səninlə barışmıram. Bir dəfə demişdi ki, ölsəm ölümün üstünə gəlmə. Nə qədər cəhd etdim, amma barışmadı. Mən 3 yaşımda yetim qalmışam. Atam yoxdur, anam xəstə olub vəfat edib. Mehriban xanım mənə xala yox, ana olub. 4 uşağım onunla qalırdı. 2 uşağım rayonda yanımda idi. Bundan əlavə bazarlığımı, geyimimi, hər şeyi o alırdı. Mehriban xanımın kaprizlərinə dözməyə hazıram. Kənardan müdaxilə olanda ona inanır. Barmağında balaca yara da olsa yenə gedərəm. Mənim xalam deyil, anam olub. Onun sayəsində mən Aysel Xanlarovayam. Aramızı vuranlar olub. Nə qədər etsəniz də ət dırnaqdan ayrılmaz. İşdə olan o, məndə o deyirəm, kin saxlaya bilmirəm. Gedək, baş götürüb gedərəm. Sadəcə, mən bugünkü gün də deyərdim ki, buna yox, onun 6 uşağını anayım.